Günaydın. Bugün mənimlə gəmi turuna çıxırıq. Ona qədər isə biraz səhər rutini. Hər zaman kimi səhər durdum, biraz ortalığı yığışdırdım, qəhvəmi içdim. Mütləq hər gün etdiyim kimi dəftərimi yazdım. Bu arada bu dəftəri mən Tahirə hədiyyə etmişdi. Çox sevdim. Buraya kedi filesi vermek istedim. Çünkü duman böyle çıkıyor, buradan okunmasın, çıkmasın. Buradaki bir şeyler çelik girmesin diye. Nəysə, kedi filesini istəyir etmək, amma biri 5000-dir, biri 15000-dir. Dedi hələ əsas birinci balkonu bəzəyək, ondan sonra onu da edəcəyik. İndi isə hazırlaşırıq, gedirik limana. Ağımda bu köynəkdir, şalvardır, bu çantadır. Yaxşı ki, quru şampun var. Mənim üçün də, duman üçün də. Gözəlləşirik, makyaj edirik və gedirik gəzməyə. Да, конечно, Nəticə etibarıyla look. Bu arada təlimlə bağlı çox sual gəlir. Bir dənə qısa məlumat verim. Aprel ayına artıq qeydiyyat yoxdur. Təlimimiz dünən başladı. Amma indidən istəyənlər may ayına endirimlə yazıla bilər. Təlimlə bağlı daha çox məlumat öyrənmək istəyənlər önə çıxanları izləyə bilər. çantama bayıldım. Antalya'ya bugün yağ gəlib. Bir ara elə isti oldu ki, dənizdə çimmək belə ağlından keçdi. Bu arada xəbərlərdə baxıram ki, Konyaaltı tərəfdə hamı çimir. Nə qəşəng rəngli geyinmişəm bugün. Çoxdandır bu rənglərdə heç nə geyinmirdim. Antalya'da yağışı da sevirəm, amma bura günəş çox yaraşır. Hər yerdə belə gözəl çiçəklər açır. Gəmilər, dəniz, güllər, liman. Biraz liman tərəfi gəzdik, Nərgiz dondurma idi. Ondan sonra yollandıq tura. Çekim. Turda tək biz yox, hər kəs əylənirdi. Antalya'ya gəlsəniz mütləq turlar götürün. Çünki dənizdən Antalya mənzərəsi tam başqadır. Birazdan sezon turları olacaq, artıq dənizdə çimməyə icazə olacaq. Sonra Teymurun dostları bizə belə ramkalar hədiyyə etdi. Vlogu bəyəndinizsə like qoymağı və abunə olmağı unutmayın.